baş ağrısına müraciət edirlər. Baş ağrısına müraciət edirlər, baş ağrısı hədsiz çoxdur. İnsanlar hərədə bir cürə göstərir. Birində şiddətli ağrı olur, birində çox ağrı olmur, birində ağrısız form olur, birində gicəllənmə kimi göstərir, başqasında qulağında səs kimi göstərir. Və bir qismi işığa və kəskin işığa, kəskin səsə qulaq asa bilmirlər, baxa bilmirlər. Bir qismi də deyir ki, külək dəyən kimi başım ağrıyır, ac qalan kimi başım ağrıyır, ya yuxusuz qalan kimi başım ağrıyır. Bir qismi də deyir ki, xanımlar menstrual sikl önündə, yəni aybaşı önündə və ya sonunda başım ağrıyır. Başqa vaxt mənim başım ağrımır. Ayda bircə dəfə başım ağrıyır. Mən də izah edirəm ki, o miqrendir. Yəni, başqa heç bir ağrı o qədər davam edə bilməz, mümkün deyil. Bu baxımdan da təbii ki, çox şükürlər olsun ki, baş ağrısının müalicəsi bizdə var və insanlarımızı və uzaqdan, qıraqdan gələn, bizim dilimizi bilən insanların hər birini baş ağrısından azad edirik. Yəni, bilən gəlir də, onlar eşidirlər ki, miqrenə müalicəsi Azərbaycanda var, Doktor Seyfəddin klinikasında var və ona görə də gəlirlər baş ağrısından azad olurlar. Və bugün də elə 2 bacı gəlib və onlar da şikayətlərində biri tipik migren şikayətidir, biri atipik migren şikayətidir. Ağrı azdır, halsızdır, əlimlə tuta bilmirəm, stəkan əlimdən yerə düşür və çox vaxt görürsən ki, tam qəbul edə bilmirəm, halsız oluram. Bilmirəm nədəndir, deyirəm migrendəndir. Sonra bacı deyir, həməndə də var. Yəni, deyirəm, bacı olduğunuza baxmayın. Özünü müxtəlif formalarda göstərir migren. Bu baxımdan da təbii ki, Doktor Seyfəddin klinikasında insanları baş ağrısından azad edirik, yüksək səviyyədə və bir mənalı şəkildə də həm migren, həm oynaq xəstəliklərində, həm bütün növzov xəstəliklərində, ürək damar sistemi xəstəliklərində, xüsusilə adamlar var, deyir, təzyiqim düşmür, doktor, mən neyinim, təzyiq sözümə baxmır, nə qədər dərman içirəm, yenə qalxır, düşür, məni qorxudur, ağrı verir sinəmdə və yaxud da ki, ürək əməliyyatı olan və yaxud da ki, stent qoyulan və yaxud da infarkt keçirmiş adamlar və yaxud da ki, trombo olan adamlar, hər bir adam üçün, bunlar üçün də gənə bizdə zəli ilə o adamların təhlükəsizliyini təmin edirik. Yəni, zəli qoyduran adamlar 6 ay infarkt olmur, insult olmur. Yəni, onu əmələ gətirən tromb əmələ gələ bilmir.